Dəyərli valideynlər və əziz tələbələr, xoş gördük. BIC-nin ilk podkastına xoş gəlmisiniz. Mən Kənan, Bakı Təhsil Məlumat Mərkəzinin müəllimi və eyni zamanda bugünkü söhbətin aparıcısıyam. Biz qərara gəldik ki, bu formada xaricdə təhsillə bağlı və aktual məsələlərlə bağlı silsilə görüşlər təşkil edək və təbii ki, bu görüşlərimizin ilk qonağı mərkəzimizin rəhbəri Günay xanım Məsimovadır. Günay xanım, xoş gəlmisiniz. Hoş gördük. Biz sizi son dövrlərdə bir çox podkastda görmüşük. Eyni zamanda öz sosial şəbəkənizdə də kifayət qədər aktivsiniz. Bizə maraqlıdır ki, bu aktivliyin arxasında hansı motivasiya dayanır və bu mərhələdə siz nəyə fokuslanmısınız? Özünüz bilirsiniz ki, mənim artıq xarici təhsil sahəsində 25 ildən çox təcrübəm var. Çünki Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildə ilk xaricdə təhsil mərkəzi kimi yaranmışdı. Mən təxminən o vaxtlarda da qoşulmuşdum, lakin daha aktiv dönəm bir 2-3 il sonra oldu. 2000-ci illərdən başladı deyək. Ona görə də daha dəqiq desək bir 25 il mənim bu sahədə təcrübəm var. Və aktivliyim nə ilə bağlıdır? Birincisi mən həmişə aktiv olmuşam. Sadəcə iş baxımından həmişə daha çox işimə fokuslanmışam. Daha çox tələbələrlə, valideynlərlə işləmişəm. Həmişə daha çox pərdə arxası işlərimiz olub Bakı Təhsil Məlumat Mərkəzi kimi və səhnələrdə, nə bilim, çəkilişlərdə, çıxışlarda çox da olmamışıq. Amma sonralar zaman keçdikcə və ən çox da son vaxtlar görürəm ki, hamı danışır. Bilən danışır, bilməyən danışır. Oğru danışır, doğru danışır. Biraz bu görəndə ki, yanlış məlumat çoxalır və qərara gəldik ki, yəni hamıdan çox biz bilirik, biz niyə danışmayaq? Elə əsas biz bunu eləməliyik də. Bu səbəbdən mən sizə də dedim, çünki bizim bir mərkəzimiz var, bizim bir bildiklərimiz var. Biz bunları da bölüşməliyik kütlə ilə. Öncələr əgər mən daha çox fokus olurdum, deyək ki, individual yanaşmaya, dediyim kimi ayrıca fərdlərlə işləməyə, amma indi hesab eləyirəm ki, kütlə ilə də işləmək lazımdır. Çünki əgər biz bunu eləməsək, başqaları eləyəcək. Bilənlər eləməsə, bilməyənlər eləyəcək. Necə ki, bu hər sahədə belədir. Düşünən adam danışmır, amma düşünməyənlər hamı ortalıqdadır. Hamı danışır, amma heç kim bunun arxasında bir düşünmək qabiliyyəti yoxdur. Bu televideniyada da belədir, özünüz bilirsiniz. Digər sahələrdə də belədir. Elə mənim də növbəti sualım, siz dediniz 25 ildir ki, artıq bu sahədəsiz və çox uzun illərdir məşğul olursunuz deyə və bu təhsil sahəsindəsiz deyə çoxlu dəyişikliklər olubdur. Mən soruşmaq istərdim ki, bu illər ərzində xaricdə təhsil sahəsində əsas hansı dəyişiklikləri müşahidə etmisiniz və indiki dövrlə keçmiş dövrü müqayisə edəndə əsas fərq nədir gördüyünüz? Biz 97-ci ildə Azərbaycanda ilk xarici təhsil mərkəzi kimi yarandıq və o zamanlar bizim işimiz Azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün onları həm maarifləndirmək, həm məlumatlandırmaq, həm onları xaricdə təhsil üçün hazırlamaq idi və o şəraiti yaratmaq idi. Çünki Azərbaycan öncələr qapalı ölkə idi, özünüz bilirsiniz. 91-ci ildə biz öz müstəqilliyimizi qazanmışıq və demək olar ki, bir neçə il sonra 97-dən biz başladıq xaricdə təhsil lozunqları ilə insanlara açılmağa. Bu o zaman özü üçün böyük bir irəliləyiş idi, sıçrayış idi ki, biz bu işi başladıq və həmin müddətdə bizim işimiz ali məqsədlər daşıyırdı. Ali bir ideya idi ki, Azərbaycan tələbəsi, Azərbaycan gənci təhsil alsın, oxusun, savadlı olsun, dünyaya açılsın. Əgər o dünyaya açılırsa, deməli ki, bizim ölkəmiz inkişaf edəcək, bizim ölkəmizi tanıdacaq. Yəni bu ideyalar ətrafında biz toplaşmışdıq və bununla işləyirdik. Və o zamanlar biz həmçinin Azərbaycanda olan təhsili önə çəkməyə başladıq. Yəni o zaman kurslar var idi, ingilis dili kursları, xarici dil kursları var idi. Hansı bir balaca mərkəzlər, xarici təhsil mərkəzləri vardı. Biz hətta onları da tanıtmaq məqsədi ilə sərgilər eləyirdik, prezentasiyalar, təqdimatlar eləyirdik ki, insanlar gəlsin, onları da tanısın. Çünki o vaxt axı sosial media yox idi. Biz özümüz deyək ki, o
şirkətlərlə, təşkilatlarla əlaqə yaradırdıq, onları çağırırdıq. Bizim özümüzün məlumatı hardan idi? Biz hardan bu uşaqları məlumatlandırırdıq? Biz gedirdik, xarici ölkələrə səfər edirdik, konfranslarda iştirak eləyirdik, materiallar gətirirdik, kitablar sifariş verirdik. O zamanlar üçün çox belə yaxşı, bahalı kitablar sifariş eləyirdik, kataloqlar sifariş edirdik ki, biz bunları tələbələrə çatdıraq. Yenə də deyirəm, çünki o zaman informasiya qıtlığı var idi və yəqin ki, o maarifləndirmə işinin başında elə doğrudan da biz dayanmışdıq. Və bu məqsədlərlə biz bir neçə il yəni davam elədik. Dediyim kimi məqsədimiz gözəl idi. Göndərdiyimiz tələbələr ki, kimin yolunu açmışıq, kimə kömək etmişik, o tələbələr gedirdi, təhsil alırdı və çox yaxşı bir vəziyyət idi bizim bu xarici təhsil sahəsində. Düzdür, o zamanlar da bəzi şirkətlər və ya fərdlər var idi ki, bu işlə də məşğul olurdu. Keyfiyyətlisi var idi, keyfiyyətsizi vardı, amma yəni böyük bir ziyandan söhbət getmirdi. Bu belə davam elədi və sonralar nə baş verdi? Bir 10 ildən sonra yəqin ki, bir şirkət yarandı, böyük bir şirkətdir, xarici təhsil üzrə və o yaranandan artıq xaricdə təhsilin mahiyyəti dəyişdi. Çünki nə baş verdi? Onun yaratdığına, o şirkətin yaratdığı format bu oldu ki, biz bütün Azərbaycan tələbələrlə işləyirik. Hamı xaricdə oxumalıdır. Biz sizdən heç nə istəmirik. Biz tələbədən heç nə istəmirik. Biz universitetlərlə o əlaqəni yaradırıq. Universitetlərlə saziş bağlayırıq və universitetlərə tələbə göndəririk. Bax, bu başladı və bu yəni oldu biznes. Bu artıq təhsil formatından kənara çıxdı, oldu biznes. Burada yalnız biznes məqsədi önə keçdi. Və böyük bir kütləvilik başladı. Doğrudan da xarici, yəni bu şirkətin vasitəsilə çox böyük bir axın oldu xaricə. Bu maxinasiya deyil. Yəni belə bir format mövcuddur dünyada. Bu normal praktikadır. Düzdür, mənə görə bu artıq təhsili kənarda qoydu, həmin o ali hissləri kənarda qoydu və biznesi önə çəkdi. Amma yenə də, yəni burada dediyim kimi bir falsifikasiya yoxdur, bir maxinasiya yoxdur. Həmin vaxtlar hər halda yox idi. Bu belə bir davam etdi və həmin o şirkətin elə o yaranmasından sonra bu bir örnək oldu biznesmenlər üçün və biznesmenlər düşündü ki, aha, çox yaxşı bir gəlir mənbəyidir. Bizim insanlar təhsil, hamısı təhsil fanatıdır, hamı təhsil almaq istəyir və biz də bundan istifadə eləyə bilərik və onlar da qoşuldular həmin bu hərəkata. Hamı başladı təhsili satmağa. Yəni sözün əsl mənasında təhsili satmağa başladılar və artıq ortalığa o keyfiyyətsiz universitetlər çıxdı və artıq o da yəni belə deyim də elə bil ki, universiteti marşrut kimi uşaqları doldururlar, göndərirlər. Bax bu başladı. Sonra pandemiya düşdü. Pandemiya vaxtı biraz o sakitləşdi vəziyyət. Pandemiya vaxtında da artıq bu onlayn resurslar ortalığa çıxdı. Çünki artıq təhsilin ki bu gəliri maraqlı gəlib baxı bu biznesmenlərə. Həmin o keçdi indi onlayn tərəfə. Çoxlu onlayn məktəblər açıldı, sertifikasiya filan. Yəni biri keyfiyyəti varsa, onun da keyfiyyət yoxdur. Amma bu da bir biznesdir. Və artıq biz o pandemiyadan çıxdığımız dövrdən başladı, bax bu indi gördüyümüz bazar. Ki onlayn təhsilin də bazarını başladılar, xarici təhsilin də bazarı davam edir və o bazar daha da çox satış eləyir indi, SAT satışları eləyir, artıq maxinasiyalara keçiblər. Öncə burada maxinasiya yox idisə, indi artıq böyük bir fake'lardan söhbət gedir. Bax, indiki vəziyyətimiz budur. Elə SAT-dən danışmaq istəyirdim mənə Günə xanım. Son vaxtlar SAT nəticələri ətrafında müxtəlif çıxışlarınız olubdu, iddialarınız olubdu. Təbii ki, sizə qoşulan, sizinlə eyni fikirdə olan bir çox insanlar və qurumlar var və eyni zamanda müəyyən şəxslər və qurumlar var ki, tam əksini iddia edirlər. Səhv eləmirəmsə, son nöqtədə gəldiyimiz məqam o idi ki, həmin bu Azərbaycandan qəbul olunmayan SAT nəticələri müəyyən qrup tələbələrə aiddir. Yəni hal-hazırda Azərbaycanda olub SAT nəticəsi ilə müraciət etmək istəyən tələbələrə aid deyil. Bu barədə son fikriniz nədir? Yəni nə düşünürsünüz? Bu barədə mən ilk oxuduğumda çox emosional bir özüm story yazdım. Yəni telefonumu əlimə götürdüm, yazdım. Çox emosional idim nəyə görə? Çünki mən orada Azərbaycan, tək Azərbaycan sözünü görmüşdüm ona görə.
Bəli, bu Charles Universiteti idi. Bəyan elədi ki, bizim SAT-lər və attestatla olan tələbələrin qəbulu məhdudlaşır. Və daha sonra bəli, onlar bir daha yəni bunu göstərdilər ki, yəni öz yazılarında göstərdilər ki, bu birinci kursa aid deyil, ikinci kursa aiddir və Azərbaycandan o kəsilən uşaqlar ki var, kompüter science sahəsində, onlar ikinci kursa həmin o SAT və attestatla qəbul ola bilməzlər. Yəni söhbət birinci və ya ikinci kursda deyil. Söhbət konkret bir universitetdə də deyil. Söhbət bilirsiniz nədir? Orada Azərbaycan yazılıb. Yəni işin mahiyyəti bu ilə dəyişmir ki, nə fərqi var hansı kursdan söhbət gedir? Fərqi odur ki, niyə orada tək Azərbaycan yazılıb? Niyə yazılmayıb Türkiyə? Niyə yazılmayıb, nə bilim, başqa ölkələr? Niyə Ermənistan yazılmayıb? Niyə məhz Azərbaycan yazılıb? Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycandan gələn tələbələr öz yüksək SAT balları ilə oxuya bilmirlər. Bu nə deməkdir? Demək özləri almayıblar da. Demək ki, bu onların bilik səviyyəsi deyil. Bu əslində bir çox problemlərə gətirir, çıxardır. Tək SAT satışından getmir söhbət. Qiymətlər yazdırılır, SAT-lər alınır, o da yazdırılır. Yəni o da maşinasiyadır, artıq böyük bir maşinasiyadır. Uşaqlar məktəbdən yayınır. Yaxşı, deyək ki, dövlət məktəbindən yayındırırlar. Bu uşaqları hətta oxuduğu özəl məktəblərdən də yayındırırlar və uşaq elə bil ki, belə bir məqsəd var ki, uşaq oxumasın. Bax bu baş verir. Yəni mənim dediyimin canı ordadır əslində. Belə çıxır ki, əgər ikinci kurslara aiddir, birinci kurslara aid deyilsə deyə SAT satışı yoxdur. Mənim qaldırdığım problem daha dərin bir problemdir. O deməkdir ki, Azərbaycanda bu satış baş verir. Bunu gözümüzlə görürük, qulağımızla eşidirik və bu məsələni qaldırmaq istəyirik. Bu məsələni çatdırmaq istəyirik. Elə valideynlərə də, uşaqlara da. Çünki sabah bədbəxt olan uşaq olacaq. Satan qazandı. O pulu verən də valideyndir, yaxşı deyək ki, bəs bu uşağın axırı nə olacaq? Bunu düşünmək lazımdır. Problemin özəyi burdadır. Həm də o satış demişkən tək SAT göyə satılır ki, SAT-dən başqa nə istəyirsə satırlar. Nə əlləri çatır, hamısını satırlar. Bacaran SAT satır. O deyir, topdan satış, pərakəndə satış. Topdan satış SAT-dir. Pərakəndə satışlar var ki, özü bir şirkət də deyil də. Biri çox satır, biri həmin o dediyim o pərakəndə satış eləyir. Sertifikat satırlar, kredit satırlar. Təhsildə nə varsa hamısı alıb satırlar bunlar. Bu da yenə də gətirir uşaqların kütləvi şəkildə deqradasiyasına gətirir, çıxardır da. Uşaq elə bilir ki, birincisi həyatını yalanla başlayır. Ən böyük elə problem ordadır ki, biz gələcək nəsli də yalana öyrədirik. Yaxşı, biz haçansa özümüz o Sovetin vaxtında belə bir şey var idi da, insanlar o vaxtda pul verirdilər ki, oxumasınlar. Yəni neçə il keçib? 30 ilə, yəni bu beynimizdə heç nə dəyişmədimi? Xislətimizdə heç nə dəyişmədimi? Biz axı görürük ki, dünya başqadır. Biz axı görürük ki, həmin o bizim oxuduğumuz dünya deyil artıq. Biz niyə öz uşaqlarımıza elə həmin o pulla, axı biz onları ağıllı da eləyə bilərik. Niyə biz bu əyri yollara əl atırıq? Mənim sözüm tək o SAT satanlara, ümumiyyətlə sertifikat satanlara deyil. Mənim sözüm həm də o alanlaradır. Mən istəyərdim ki, ümumiyyətlə biz cəmiyyət olaraq daha yaxşı bir yerə gələk çıxaq da. Danışdıqlarımın, dediklərim əslində mahiyyəti, məğzi budur. Ki bunu da indi o birinci, ikinci kurs söhbəti ilə qarışdırmaqla deyil. Sözün içinə ona qalanda bizim SAT-ləri çoxdan şübhə altına alırlar. Niyə bizim tələbələrimiz son zamanlar daha az qəbullar başlayıblar almağa? Niyə top universitetlərə daha az tələbələrimiz qəbul olur? Mən o barədə soruşasaydım, bu Charles Universitetinin son atdığı addım bizdən alınan SAT nəticələrinə rəsmi bir reaksiyadır. Bəs rəsmi olmayan, eyni zamanda bu sahədə siz müxtəlif universitetlərə biz də müraciət edirik, ölkələrə və siz görürsünüz rəsmi olmayan bir münasibət var. Əlbəttə var. Əlbəttə çoxdan var və biz bunu həmişə deyirik. Mən deyirəm, Ayan xanım deyir, yəni digər kolleqalarımız deyir ki, Azərbaycandan 1520-dən uşaq Avropada bir universitetə sənəd göndərmişik. Bizi şübhə altına aldı. Artıq yəni Azərbaycanın özündə də bu hallar baş verdi də. Gördük də Ada Universitetində yayda nə baş verdi. Yəni bilirsiniz, universitetin günahı nədir burada? Tələbə artıq tələbənin aldığı SAT-yə inam yoxdur. Özü alana da inam yoxdur. Elə
dərd burasıdır. Amma ki, bizim əgər suala cavab olaraq deyim ki, bizim SAT-lər çoxdan artıq şübhə altındadır və bunu bizə aşkar deyirlər. Düzdür, hansısa bir universitetin bunu rəsmi bəyan eləməsi üçün bu çox belə ittihamdır, böyük bir ittihamdır. Hər universitet də bunu öz üzərinə götürüb belə çap eləyə bilməz, yaza bilməz. O Charles Universiteti gör indi nə qədər boğaza yığılıb ki, heç olmaz o götürüb o ikinci kurs üçün onu yazıb da. Biraz da çəkəcək götürüb birinci kurs üçün yazacaq onu. Günel xanım, bu çıxışlarınızdan sonra elə fikirlər də var ki, siz sanki Azərbaycanda bütün SAT alan tələbələrin saxta yolla aldığını və tələbələrin əziyyətini yerdə qoyurmuşsunuz kimi bir ifadələr işlədilir. Bu barədə bir Qəti bu açıqlama. ola bilməz. Çünki mən o tələbələri birinci növbədə mən o tələbələri tanıyıram. Azərbaycanda nə qədər tələbə var, yaxşı Bakıda deyək də. Elə demək olar ki, hamısını ya üzdən tanıyıram, ya valideynini tanıyıram. İndi bizim öz əlimizdə nə qədər tələbə keçib, bizim öz mərkəzimizdə nə qədər tələbə oxuyur. Mən necə belə bir ədalətsizlik eləyə bilərəm? Əksinə, mənim elə bu SAT satışını qaldırmağım odur ki, həmin o özü oxuyan tələbələrə qarşı haqsızlıq olmasın. Bəs elə sözümün canı odur da əslində. Yəni də siz mənim sözümü çox cürə yozmaq olar ki, yozurlar da. Amma sözün mahiyyəti, məğzi başqadır. Mənim dediyim odur ki, o özü çalışan, özü bal alan tələbələrə biz ədalətsiz olmayaq. Çünki o satanlar Haqsız rəqabət mühiti. bəli, rəqabət mühiti artıq saxtalaşdırılıb. 1500 tələbə alıb, biz tanıyırıq da uşaqları, tanıyırıq, düzdür? Şəklin görürəm, çıxdı birdən-birə səhifədə. 1500 nə? 1600. 2 dəfə 1600 qoyublar, sonra da siliblər onu. Niyə siliblər? 1600 belə, biz də qoymuşuq 1600. Qəti heç vaxt silmərəm. Kim də istəyir gəlsin, yoxlasın o uşağı ki, bizim səhifəmizdə 1600 alan, SAT alan tələbəmiz var. Biri gəlsin, sual versin. Şübhə altına alsın. Nə istəyirsin? Bizim cavabımız var. O uşaq da yanımızdadır, göstərək onun bilik səviyyəsini. Amma digər səhifələrdə, həmin o partladan səhifələrdə görürəm çox yüksək ballar. Bəs mən o uşağı tanımıram. Tanıyıram da. 2 ay qabaq bizdə o 1000 yığa bilmirdi. Necə oldu 2 ay? Ümumiyyətlə 2-3 aya o balı almaq mümkündürmü? Xeyr, mümkün deyil. Və bunu tək mən demirəm axı. Azərbaycanda SAT müəllimləri var Bakıda və biz çox yaxşı münasibətdəyik. Ümumiyyətlə peşəkarlarla mənim münasibətim çox yaxşıdır. Biz həmişə fikir mübadiləsi aparırıq, danışırıq, müzakirələr edirik, yaxşı mənada təhsil barəsində. Mən demirəm ki, hamı bizdə, əksinə çox yaxşı keyfiyyətli müəllimlər və təhsil işçiləri var. Onlar bir də görsən zəng vururlar ki, bu tələbə məndə idi və bu tələbənin potensialı 1200-ə çatmırdı. Mümkün olmadı da. Neçə il dərs getdi, mümkün olmadı. Getdi yazdılar ki, 3 aydan sonra 1550 alıb. Bu yəni normal deyil də. Başa düşürsünüz, normal deyil. Yəni Amerikanlar özləri 10500 güclə alırlar. Bizimkilər nə yaxşı elə hamı o kursa girib çıxana nə oldu elə? Başından nə ağıl tökürlər, dua yazırlar. Nə edirlər ki, bunlar hamısı bu cür ağıllı oldu. Elə bu SAT məsələlərinə əlaqə bir fikir daha var ki, siz gənc mütəxəssislərə qarşı, bu sahədə işləyən gənclərə qarşı qərəzli olduğunuzu iddia edirlər. Bu fikirlərə ümumiyyətlə münasibətiniz necədir və ümumiyyətlə gənclərin bu sektordakı rolunu necə qiymətləndirirsiniz? Hə, mən eşitdim bu. Mənim yaşımı birincisi önə gətirdilər ki, mən yaşlıyam. Çox sağ ol. Axırı ki mən yaşımla barədə bir komment eşitdim. Bəli, mənim 48 yaşım var. Çox öz yaşımla çox fəxr eləyirəm. Çünki bizim işdə bilirsiniz ki, yaş çox önəmlidir. O həmin biz bu işlərdəndir ki, konsultantdır, təhsil mütəxəssisidir, kimdir? Daha çox bilən adamdır da. Əlbəttə, həmin bu mənim yaşım mənə təcrübə gətirib, mənim yaşım mənə müdriklik gətirib. Bu o deməkdir ki, mən daha çox ailə ilə işləmişəm bu illər ərzində, daha çox konfransda olmuşam, daha çox kitab oxumuşam, daha çox tədbirdə iştirak eləmişəm, daha çox uşaqlarla işləmişəm. Əlbəttə, mənim yaşım mənim bu dəqiqə mənim varımdır, dövlətimdir, mənim qürurumdur mənim yaşım. Amma gənclərdəki, bəli, mən də gənc olmuşam, amma mən gənc olanda mən 20 yaşında, 22 yaşında gəlib oturub deməmişəm ki, mən rəhbərəm, mən hər şeyi bilirəm, indi hamınıza hər şeyi deyəcəm. Belə olmuyor baxı. Mən gəlmişəm o yaşımda, demişəm, aha, gəlin mən öyrənim. 2 il könüllülük olmuşam, öyrənmişəm. Sonra assistent keçmişəm. 1-2 il, 3 ildə o assistent öyrənmişəm. Sonra biraz da koordinator olmuşam. Biraz belə, biraz elə gəlmişəm, çıxmışam indiki yaşıma və statusuma ki, mənim indi doğrudan da bir qadın kimi, bir ana kimi, bir təhsil mütəxəssisi kimi axır sözümün bir dəyəri var.
Dəyəri də nəyə görə var? Çünki ortalığa qoyduğum iş var, ona görə. İndi təsəvvür eləyin ki, mən bu yaşımda ə, ə, bu işlə hələ də məşğulam və mənim haqqımda çox pozitiv bir fikir var cəmiyyətdə. Bu həm də mənim reputasiyamdır. Mənim yaşım həm də mənim reputasiyamdır. Mən əgər 25 il eyni işlə məşğul olmuşamsa və bu işdə irəli getmişəmsə və daha çox tələbəm, daha çox ailə ilə işləmişəmsə, bu mənim başımın ucalığı deməkdir. Əksinə, e, ona görə bu yaş məsələsində burada biraz belə çaşdılar ki, mənim yaşıma göstərdilər. Yəni və belə də hər mənada razıyam yaşımla. Görsənməyimlə də razıyam hər şeylə. Və gənclərlə münasibətə qaldıqda isə mən gənclərə necə qarşı ola bilərəm ki, mən gənclərdən işləyirəm. Mən sizdən işləyirəm. Siz mənim mərkəzimdə hamı gəncdir. Mən gənclərin əlindən tutub irəli aparan adamam. Mənim ictimai fəaliyyətim də var. Könüllülük bilirsiniz ki, xeyriyyə fondunda mən himayə şurasındayam. Bir neçə digər fəaliyyətim var. Həmişə də fəal olmuşam və mənim işimin adı gənclər olub. Mən necə onlara qarşı ola bilərəm? Əksinə, mən gənclərə ən böyük dəstək olan adamlardan biriyəm. Həmişə belə olub. Sadəcə gənc əgər birincisi əgər gənc həmin o boş iddialarla bir də əyri yola düşmürsə, mənim davam həmin o əyri yola düşən gənclərdəndir. Qoy onlar da gəlsinlər düz yola, mən onlara dost olaram, mən onlara dəstək olaram, kömək eləyərəm. Amma ki, insan elə gəncliyindən başlayaraq düzgün yolu tutmalıdır ki, bunu görmürəm. Ona görə də bəli, mənim davam oğruyladır, doğruyla deyil. İstəyir gənc olsun, istəyir yaşlı. Hal-hazırda bir çox xarici təhsil şirkətləri fəaliyyət göstərir bu sahədə və bəzən biz də müşahidə edirik ki, tələbələrin fərdi profilləri nəzərə alınmadan bayaq da siz bu barədə danışdınız, kütləvi şəkildə universitetlərə axın var. Və bu hər il ölkələr dəyişir, universitetlər dəyişir, lakin tendensiya eyni qalır. Siz yanaşmanızda universitet seçimi edərkən tələbələr üçün hansı meyarlara əsas götürürsünüz və sizcə bu prosesdə tələbələrin gələcəyi necə qorunur? İlk olaraq bütün gənclər, bütün insanlar ümumiyyətlə müxtəlifdir. Onların akademik bilikləri, onların ailə şəraiti, ailə vizyonu, büdcələri fərqlidir. Yəni biz bu məsələdə heç kimi eyniləşdirə bilmərik. Elə bizim işimizin adı odur da. Biz nəyə görə ümumiyyətlə var? Bizim işimiz nəyə görə var? Ona görə ki, biz öz təcrübəmizdən, biliklərimizdən istifadə eləyərək hansısa bir tələbəyə, ailəyə ona uyğun yolu seçək, göstərək. Amma biz nə görürük bu dəqiqə? Bu iş bacarmayanlar da bunu eləyir. Hansısa gedin universitetlə danışır və o universitetlə danışıq əsasında ora daha çox tələbə göndərmək üçün imza atır. Bu da nədir? Onun üçün böyük bir bilik, bacarıq lazım deyil. Sənədlərini götürsən, adın, familiyasını yazırsan, pasportunu götürsən, göndərsən universitetə. Universitet deyir, hə, mənlikdir. Pulunu verir, geri oxuyur. Mən bu yaxında Berlində konfransdaydım. Berlində hər il təhsildə ən böyük konfrans keçirilir də. Ən böyük təhsil konfransı. Və mən universitetin biri deyəndə ki, orada nə qədər Azərbaycan tələbəsi var, çəkdi, ad çəkdi. Mən də bu da ad çəkmək istəmirəm. Həmin universitetin adı çəkildi. O universitetdə Azərbaycan tələbələrinin sayını çəkildi. O rəqəmi gördüm, dəhşətə gəldim. Çünki məsələn mən o universitet saymıram ümumiyyətlə. Bir-iki il universitet olmayacaq ümumiyyətlə. Mənim üçün çox maraqlıdır. Təxmini olaraq rəqəm nə qədər idi? Deməyəcəm. Universitetin az qala 90%. Yəni Azərbaycanlılar üçün olan xüsusi universitetlər var xaricdə. Almaniyada var, Türkiyədə var. Türkiyə orada qəşəng biznes gedir. Digər ölkələr var ki, orada bax belə bu hallar, belə universitetlər bizim ölkələr üçün nəzərdə tutulur və insanlara onu pəhlə satırlar. Çünki hamısı satış mütəxəssisidir. Sən təhsil mütəxəssisi olmayanda məcbursan satış mütəxəssisi olasan da. Bəli, çünki çox gözəl şəkildə təqdim olunur o universitetlər valideynlərə. Valideyn inanır. Çünki bir şey də yəqin var ki, insan
inanmaq istədiyinə inanır da. Görür ki, uşaq oxumur, uşaq oxuya bilmir. Fikirləşir ki, aha nə yaxşı, diplomu olacaq, nə yaxşı. Yaxşı oxumayan uşaq oxuyanda belə eləyirlər axı. Hə, bax doldururlar bax bu universitetlərə. Sabah da bizə bir kütlə qayıdacaq. Çünki onlar orada qalası deyillər. Neynir xarici ölkə? Avropa neynir o uşaqları ki, onlar oxumayıblar orada və yaxud hansısa bir əldə qayırma universitetdə oxuyublar. Qaytaracaq üstümə də. Bilik yox, bacarıq yox. Gedib pul xərcləyib gəliblər. Nə olacaq o gənclərin axırı? Mənim dediyim odur ki, o yanaşmadan çəkilmək lazımdır. Uşağın fərdinə, uşağın öz olan unikallığını önə çıxartmaq lazımdır. Var, düzdür, uşaq var ki, oxumur. Çox vaxt belə şey eşidirəm. Amma gəlin baxın görün, bəlkə o uşağın başqa bir bacarığı var. Bəlkə onun üzərinə bir nəsə eləyək. Bəlkə uşağın bir istedadı var. Yaxşı akademik bilikləri deyək ki, zəifdir, amma bəlkə elə bir tərəfindən yapışacaq ki, o bizi qabağa çəkəcək. Mən həmişə deyirəm ki, özümə belə zarafatla deyirəm ki, mən anadan çox tənbəl doğulmuşam. Mən çox tənbələm məsələn. Belə yapım budur. Belə anadan olmuşam. Amma məni adam eləyən nə oldu? Mənim məsuliyyətim. Çünki çox məsuliyyətli insanam. O mənim məsuliyyətim məni həmişə qabağa aparıb. Qoymayıb ki, tənbəllik eləyim. Yəni mən istəmişəm gedim yatım, sonra fikirləşmişəm, axı falan kəsə söz vermişəm, yox, durum eləyim. Yəni uşaqlarla da bu cür davranmaq lazımdır da. Onun güclü tərəfini tapıb ən azından bir çaba göstərmək lazımdır. Bir çalışmaq lazımdır ki, onu həmin o olduğu yerdən daha yuxarı bir yerə çağırır. Yəni bizim əslində yenə deyirəm, biz yaranda bizim məqsədimiz bu olub. Sonradan bunlar hamısı gəlib çıxıb bu vəziyyətə, bu indi gördüyümüz vəziyyətə gəlib çıxıb. Ki bu mənim ürəyim ağrıyır baxanda. Növbəti sualım isə biraz geniş sualdır. Çünki xaricdə təhsil sadəcə həmin o proses deyil, bildiyimiz kimi bizdə də tələbələr var. 8-ci, 9-cu sinifdən gəlirlər və ilk Daha öncə tez, bizdə 7 yaşından uşaqlar. bəli, ki bu uzun müddətdir və mən düşünürəm ki, bu tələbələrin böyüdüyü vaxta düşür, yəni öyrəndiyi vaxta düşür və sizcə valideynlər öz övladlarını başqa kurslara göndərən zaman, həmin bu xarici təhsil şirkətlərinə göndərən zaman nələrə fikir verməlidirlər? Bu, bax, mənim ən yəqin ki, bu dəqiqə sevdiyim sualdır, yaralı yerimdir. Düşünürəm ki, valideynlər özləri araşdırma eləməlidirlər ki, bir baxmalılar ki, uşaq kimin yanına gedir. Hal-hazırda olan mərkəzlərdə çoxunda, bax, həmin o kurslar deyim, sağlam ab-hava, sağlam atmosfer, çevrə yoxdur. Bu uşaq artıq yeniyetmə yaşına gəlib. Bu uşağın bir çevrəsi var. Çoxu da məktəbdən çıxır, məktəb çevrəsi yoxdur və kurslara gedir. Çünki o kurslarda da uşaqlar var, müəyyən uşaqlar var, müəllimlər var. Və ümumiyyətlə bu kursun yiyəsi kimdir? Bu kursun rəhbəri özü hansı xislətdə adamdır, hansı mənəviyyatda adamdır? Bunun özünün bildiyi yalanı, doğrusu nədir? Bir mərkəz ki, SAT-ni satır, sertifikatları satır. Bu demək ki, bu özü ən belə yaxşı halda alverçidir də, hələ pis tərəflərini demirəm də. Yəni yalançı, alverçi yalançı və sizin uşağınız bu mühitdə, bu yalançıların, alverçilərin içində təhsil alır. Valideyn buna necə göz yuma bilər, necə buna diqqət etməyə bilər? Mən həmişə demişəm, bu bizi formalaşdıran məktəbdir. Yaxşı, məktəbə getmirsiniz, indi bu kurslar var, indi məktəb kimi kurslar var. Uşaq səhər girir, axşam çıxır oradan. Nə işlə məşğuldur, hələ bilinmir, nə bilim, 5 saat IELTS oxuyur. Günə 5 saat IELTS oxunar. Bu məsələn başqa bir tərəfidir. Hələ onlar da var, o tərəfləri də var. Hə, yaxşı, bu uşağın bir asudə vaxtı, bir vaxt keçirdir də bu uşaq hansısa bir mərkəzdə. Səhərdən axşama ordadır. Bu uşaq orada nə işlə məşğul olur? Kimlərdən oturur, durur? Mən görürəm. Mən bunları görürəm. Amma valideyn görsə yaxşı olar. Mən yenə deyirəm, hamını pisləmək istəmirəm. Amma pis olan da çoxdur. Az deyil. Ya, o qədər çoxdur ki, mən də artıq bu mikrofonun qabağına düşüb danışıram. Yəni, mən ən axırıncı adam idim ki, danışmaq istəyərdim. Amma mən də məcburam danışıram. Valideynlərə bir daha üzümü tutub deyirəm. Uşaq hansı mühitə düşür? Çevrəsi kimdir? Dostları kimdir? Nə işlə məşğul olur? Ən xüsusda yeniyetmə yaşında. Necə ki, bu uşaqların əlində planşet, telefon var, bir də onun yanındakılara baxın. O pis yola düşə bilər. Keyfiyyətsiz insanlarla oturub dura bilər. Mənəviyyatı sıfır olan
böyüklərin içində ola bilər ki, bu da sizin uşağınız üçün çox sonralar çox pis nəticə göstərə bilər. Buna çox diqqətli olun. Son sualımız isə Günay xanım, sizcə sizi fərqləndirən əsas cəhət nədir? Sizin fərqiniz nədir digərlərindən? Bu zaman artıq şirkət olaraq yox, fərdi olaraq. Fərd olaraq deyə bilərəm ki, mənim ümumiyyətlə bu yaşımda artıq, bu statusumda ən böyük iddiam odur ki, və ən böyük etirafım və iddiam odur ki, mən dürüstəm. Mən insanların ən birinci yaxşılığını istəyirəm. Əgər tələbə gəlibsə, birinci çalışacağam ki, onun üçün nə isə bir yaxşı bir iş görəm. Niyyətim yaxşıdır, yəni. Niyyətim düzdür, dürüstəm, yalanla aram yoxdur. İşdə səhv və ya gecikmələr, ümumiyyətlə insan səhvi həmişə ola bilər. Mən bunu hər yerdə də deyirəm. Kiçik səhvlərimiz həmişə ola bilər. Amma bunu etiraf etmək bacarığımız olmalıdır və ən azından öz elədiyimiz səhvləri düzəltməyini bacarmalıyıq ki, bunu da bacarım. Çünki problem solver deyirəm də adıma. Yəni problem həll edən adamam. Amma hesab eləyirəm ki, uşağın yanında olan adam ən birinci dürüst olmalıdır özü. Ki bunu yəni etiraf eləyirəm. Bəlkə də təvazökarlıqdan uzaqdır. Amma məncə insan özü haqqında bunu deməyi bacarmalıdır və mən deyirəm. Çox sağ olun Günay xanım. Dəyərli valideynlər və əziz tələbələr, bugünkü görüşümüz bu qədər idi. Növbəti görüşlərimizdə digər iş yoldaşlarımızla, müəllimlərimizlə, xaricdə təhsil sahəsində fəaliyyət göstərən başqa şəxslərlə və yaxud da uğur qazanan tələbələrimizlə inşallah bu görüşlər